Yasin surəsində belə bir ayət keçir ki, Uca Rəbbimiz buyurur: "Ələm ahəd ileykum ya bəni Adəm, ən la ta'buduş şeytan, innehu lekum aduvvun mubin." Buyurur: "Ey Adəm övladı, məyər mən sizinlə əhd bağlamadımmı ki, şeytana ibadət etməyəsiniz? O sizin açıq-aşkar düşməninizdir." Yəni Allah Taala düşməni bizə göstərir. Amma əfsuslar olsun, biz yenə onunla nə edirik? Dostluq edirik. Verdiyimiz sözü bu mövzuda tutmuruq və unutmayaq ki, bizim əxlaqi baxımdan iki düşmənimiz var. Bir, şeytan bizim xarici düşmənimizdir, amma şeytandan da üstün olan bizim daxili iç düşmənimiz olan nəfsimizdir. Şeytan barəsində dəfələrlə ayət gələndə Allah Teala buyurur ki, "İnnehu lekum aduvvun mubin." O sizin açıq-aşkar düşməninizdir. Amma nəfs gizli düşməndir. Gizli düşməni insan bəzən bilmir. İçərdən olanda fərqinə varmırsan, bir də baxıb görürsən ki, səni nə edib? Məhv edib, səni içdən elə yaralayıb.